11-ci hədis. Namazın fəziləti və əhəmiyyətli bir əməl olması, dinin sütunu, möminin ilahi dərgaha meyracı, yüksəlmə vasitəsi və müqəddəs İslam dinində Firuddin birinci olması barəsində. Bilin ki, namaz dinin sütunu, Allah yanında ən yaxşı əməl və Peyğəmbərlərin vəsiyyət etdiyi axırıncı şeydir. Əgər o qəbul olunsa, insanın sair əməlləri də qəbul olunacaq. Yox, əgər qəbul olunmasa, insanın başqa əməlləri də qəbul olunmayacaqdır. Namaz, qiyamətdə, Adəm övladının əməlləri arasında araşdırılacaq ilk əməldir. Əgər o yaxşı olsa, onda bəndənin başqa əməllərinə də baxılacaqdır. Əgər yaxşı olmasa, artıq onun başqa əməllərinə baxılmayacaqdır. Qiyamət günü olanda bəndəni çağırarlar. Ondan soruşulacaq birinci şey namaz olar. Əgər dünyada namazı kamil surətdə yerinə yetirmiş olsa, xətircəm olar. Əks halda isə onu oda atacaqlar. Səhih bir hədisdə İmam Cəfər Sadiq əleyhissalamın belə buyurduğu nəql olunur. Allahı tanıyıb etiqad bəsləməkdən sonra namazdan da əfsəl bir şey bilmirəm. Sonra Həzrət Quranda İsa əleyhissalamın da sözlərini buna şahid gətirdi. Rəbbim mənə diri olduğum vaxta qədər namaz qılmağı və zəkat verməyi vəsiyyət etdi. Şeyx Tusi o Həzrətin belə buyurduğunu nəql edir. Vacib namaz Allah yanında qəbul olunmuş 1000 həc və 1000 ümrəyə bərabərdir. Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurur, hər kəs namazı yüngül saysa, ona eytinadsız yanaşsa, məndən deyildir. Başqa bir hədisdə buyurur, hər kəs namazı yüngül saysa, mənim şəfayətim ona çatmayacaq. Yenə buyurur, öz namazınızı korlamayın, zayi etməyin. Hər kəs öz namazını korlasa, qiyamət günü Qarun və Hamanla məhşur olacaq. Həzrət Əmir əl-Möminin Əli əleyhissalam öz vəsiyyətinin sonunda buyurub, amandır, amandır, namaz barəsində qorxun Allahdan. Qorxun Allahdan, amandır, namazı yaddan çıxardmayın. Çünki namaz ən yaxşı əməl və dininizin sütunudur. Nəql olunub ki, bir gün Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm məsciddə oturmuşdu. Bu zaman bir kişi məscidə gəlib namaz qılmağa başladı. Amma onun rükû və səcdələrini tamam kamil şəkildə yerini yetirmədən namazını qılıb qurtardı. Həzrət buyurdu, bu kişi qarğa dimdiyini yerə vurduğu kimi başını yerə vurdu. Sonra buyurdu, əgər bu kişi namazını belə qıldığı halda ölsə, mənim dinimdə deyil, başqa bir dində ölmüş olacaq. Burada İmam Cəfər Sadiq əleyhissalamın son vəsiyyətini də təqdim edirik. Əbu Bəsir deyir, İmam Cəfər Sadiq əleyhissalamın şəhadətinə görə başsağlığı vermək üçün Ümmü Həmidənin huzuruna gəldim.
O xanım ağlamağa başladı. Mən də onun ağlamağını görə ağladım. Sonra buyurdu: Ya Əba Məhəmməd, əgər Həzrət Sadiqi şəhid olan zaman görsəydin, qəribə bir səhnənin şahidi olardın. O Həzrət ömrünün axır anlarında gözlərini açıb buyurdu: Hər kəs ki, mənimlə onun arasında yaxınlıq və qohumluq vardır, buraya çağırın. Biz qovum-əqrəbadan bir kəsi belə yaddan çıxartmadıq, hamısını çağırdıq. Sonra Həzrət onlara baxıb buyurdu: Bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq. Namazın fəzilət və əhəmiyyəti barəsində bunu qeyd etmək kifayətdir ki, Rəsul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm mübarək Ramazan ayının xutbəsində buyurmuşdur ki, Allah Teala öz izzət və cəlalına and içib buyurmuşdur: Namaz qılanlara və səcdə edənlərə əzab verməyəcək. Pərverdigara, sənə and verik ağamız, Seyyidimiz Muhammed və onun əhl-i beytin haqqına. Bizi namaz qılanlardan və səcdə edənlərdən qərar ver.